2 mərtəbədən ibarət paket qubçalı 180 kvadrat metr olan belə bir şəxsi tikili gözəl evlə qarşınızdayım. Dəyərli izləyicilərim, yerləşmə yerdə Maçlar əzbəsində 17 nömrəli notariusun arxa hissəsində belə bir 3 sotun içərisində həyət evi ilə tanış edirəm sizi. 2 ailənin də rahatlıqla yaşaya biləcəyi bu gözəl evdə deməli həyətində yerləşir. Gördüyünüz kimi böyük darvazadır. Həyətin rahatlıqla maşın daxil ola bilir. Ev özü kürsüsü var. Onu da qeyd edim ki, alt hissəsi padvalandır. Geniş padvalı mövcuddur. Çəkib təqdim edəcəm sizə. Və həyətin bu hissəsində yerləşir belə bir həm söhbətgahdır, bisetkadır, həm də yay mətbəxi kimi nəzərdə tutulub manqalına qədər mövcuddur və evin sol hissəsində yerləşən belə bir torpaqlı sahəsidir ki, burada da meyvə ağaclarıdır, əkilib hamısı bar verən ağaclardır. Onu da qeyd edeyim, evin hər bir tərəfdə keçmək mümkündür. Bura evin arxa olan hissəsidir. Kombi orada yerləşdirilib. Burada belki əldamı kimi istifadə olunur. Keçirəm indi evin içərisinə, orada otaqlarla tanış edəcəm sizi. Onu deyim ki, kamera sistemdir. Bütün həyət, küçəsi hamısı kamera sistemləndir. Burada kamerası mövcuddur. Eyvanını da gördünüz. Daxil evin içərisinə. Daxil olduq evin, deməli, otaqları ilə sizi tanış eləməyə. Bura koridor olan hissədir. Dediyim kimi, evin alt hissəsi padval demişdik. Buradan belə geniş, böyük bir padvalı mövcuddur ki, bütün artıq nə əşya varsa rahatlıqla yerləşdirmək mümkündür. İkinci mərtəbəyə buradan qalxırıq. İndi mən sizə birinci mərtəbəni çəkim, təqdim edeyim. Deməli, bura evin mətbəx olan hissəsidir. Onu qeyd edirəm ki, kondisyoner qalır, mətbəx mebeli qalır. Kombi demişdik, istilik sistemi, radiatorlar da mövcud. Hamısı yerli yerində. Burada radiator var. Deməli, burada yerləşir sanitar qovşaq və hamam otağıdır. Gördüyünüz kimi belə bir hamam otağıdır. Keçirəm. İndi isə belə bir yataq otağı ilə tanış edəm sizi. Belə bir geniş bir yataq otağıdır. Birinci mərtəbəyə aid. 2 ailə də rahatlıqla yaşaması mümkündür və sonuncu birinci mərtəbənin sonuncu otağı olan belə bir geniş, böyük bir qonaq otağı dəyərli izləyicilərim. Gördüyünüz bu deməli bəzi əşyalar demişdik qalacaq. Deməli divan da evdə qalır, hədiyyədir. Kamera sistemi demişdik. Gördüyünüz kimi kamera sistemi hal-hazırda işləyə vəziyyətdədir. Keçəm indi evin ikinci mərtəbəsinə. İkinci mərtəbəyə qalxırıq. Onu qeyd edim ki, ev yəni cütdaşdan tikilib, çox möhkəm bir evdir, əsl mülkdür. Buradan eyvana çıxışdır gördüyünüz kimi birbaşa və ikinci mərtəbənin otaqları ilə tanış edim sizi. Burada yerləşir sağda belə bir yataq otağı. Bu hissədə belə bir ikinci mərtəbəyə aid qonaq otağı və ikinci mərtəbənin sonuncu otağı olan belə bir yataq otağıdır. Dəyərli izləyicilərim, təmirinə söz yoxdur, aboyludur, səliqəli vəziyyətdədir və ikinci mərtəbənin ikinci sanitar qovşaq və hamam otağı. Dəyərli izləyicilərim, gördüyünüz bu evin sənədi dediyim kimi paket qubçadır. Evin və torpağında xüsusi mülkiyyət çıxarışıdır. 180 kvadrat metr evdir. Qiymət isə deyilir 195.000 manat start olaraq deyilir. Yəni, real alıcıya sahibi tərəfindən endirim olacaq. Əlaqə nömrələrimiz aşağıda və səhifədə mövcuddur. Bu və bunun kimi digər evlərlə tanış olmaq istərsəniz, səhifəmizə daxil olub baxa bilərsiniz. Bizi də unutmayın, sağ olun.